Vəhşi Mələk serialı ilə tanıyır. Aktrisanın məhz bu filmdə canlandırdığı obraz illərdir onun adından söz açdırır. Bu serialın üzərindən uzun müddət keçməsinə baxmayaraq, Natalia Oreiro hələ də illərə meydan oxuyur. Heyranlarına isə şad xəbər var. Müğənni və aktrisa Azərbaycana gəlmək istədiyini açıqlayıb. O, Bakıdakı pərəstişkarlarını görmək üçün səbirsizləndiyini diqqətə çatdırıb və Aynes TV-yə xüsusi video göndərib. Salam Aynes TV, mən Natalia Oreiro. Epuran Sisi. Natalia Oreiro vaxtilə Aynes TV-də yayımlanan Amanda O serialı barədə məlumatlı olduğunu və Bakıya gələrsə Aynesə müsahibə verəcəyinə də söz verib. 38 yaşlı Natalia Oreiro müğənnilik və aktrisalıqla yanaşı modelyeliklə də məşğuldur. O, bu yaxınlarda yeni kolleksiyasını təqdim edib. Bundan əlavə ifaçı aprel ayında Moskva şəhərində də konsert verəcək.